Əziz dostlar, qardaşlar, biz indi Ağdamın yaxınlığında Şəhidlər Xiyabanındayıq. Bizim şəhidlərimizin böyük bir lövhədir bu. Hətta necə demək, sözlə, qələmlə ifadə eləmək mümkün deyil. Bizim lövhəmizdə bu rayonda şəhid olan yiğitlərimizin siyahısı, Vətən müharibəsi şəhidləri, bizim lövhəmiz, bizim şəhidlərimiz ruhları şad olsun. Ağdam torpağın bizə qaytarmaq üçün əziyyət çəkən, canından keçən insanların ruhu şad olsun. Bu Şəhidlər Xiyabanına daxil oluruq. Bax, əziz qardaşlar, gəlmişik, bir qrupda gəlmişik. Germanlı, German Ağdamlıdır, Rəhim Çoğlanlı, Məhəmməd Mərzili, bizim dostlarımız, hal-hazırda milli qəhrəmanımız Allahverdi Bağırovun məzarının üstündəyik, ruhu şad olsun. Min neçə nəfər, amma əslində hardasa 2000-ə qədər əsir, meyit dəyişibdir. O da ki, hər adamın işidir. Alındığından başqa da indi çıxır da o qəbirlər Əskəranda buldozerlə yeri qazıb 100 neçə idi, 200 neçə idi, meyidi kürüyüb dövmüşdülər ora. Gəlmən, bu Şəhidlər Xiyabanının tarixin ən gözəl sən bilirsən. Mən həmişə çalışmışam ki, sənlə bu yerə gəlim, sənlə bu torpaqları ziyarət edeyim. Biz hal-hazırda Facebookda canlıdayıq. Zəhmət olmasa bir neçə kəlmə deyərsən ki, bizim qardaşlarımız, bacılarımız, bizi seyr edən insanlar var, seyr edəcək insanlar var, onlar da məlumatlı olsun bu barədə. Allah köməyiniz olsun, gələn ayaqlarınız var olsun, Allah şəhidlərimizə rəhmət eləsin. Mən elə canlıdan izləyən hamısının ilk öncə belə bu Şəhidlər Xiyabanında Qurban Bayramı münasibəti ilə təbrik eləyirəm. Qurban Bayramı elə şəhid bayramı deməkdir. Bəli. Şəhidlərdən böyük qurban yoxdur. Özlərin vətənə qurban eləyiblər, qurban veriblər, canlarından keçiblər, ömürlərinin qalan hissəsini vətən azad olsun deyə bu xalqa, bu millətə, bu dövlətə, bu torpağa qurban veriblər. Yəni, tutaq ki, milli qəhrəman İskəndərov, Əlabbas dostumuz idi. Allah rəhmət etsin, Allah verdi, Bağırov. 46 yaşında o rəhmətə gedib, 34 yaşında Əlabbas rəhmətə gedib. Bəlkə 80 il yaşayacaqdı, 100 il yaşayacaqdı, Allah bilən məsələdir. Yəni, demək, 20 yaşında şəhid olan uşaq indən belə bir 50-60 il yaşayacaqdı, özünü qurban verir. Ona görə onların cənnətdəki qurban bayramı mübarək, yerdə qalanların da bu dünyadakı qurban mübarək. Allah hər bir kəsə mərhəmət etsin, bol versin, hər bir kəsin Allah qayğısına qalsın ki, insanlar da başqalarının qayğısına qala bilsinlər. Ağdamın Şəhidlər Xiyabanı, Ağdamın ilk şəhidləri sizə məlumdur, ilk şəhidləri. Əslində, Bəxtiyarla Əli 88-ci ilin 22 fevralında burada Əskəran körpüsünün üstündə mən özüm də o hadisələrin iştirakçısı idim. Onda Allah rəhmət eləsin. Eldar Bağırov da sağ idi. Qol-qola getmişdik qabaqda. Amma Ağdamın ilk şəhidləri hələ çoxdan başlayır. 60-cı illərdə, 70-ci illərdə məhzi Ağdamlı Azərbaycanlı olduğuna görə ermənilər tərəfindən öldürülən adamlar vardı. Onlar da şəhidlər idi. Nizami Həkim vardı, başqaları vardı. Allah rəhmət eləsin. Nizami Şükürov da Allah rəhmət eləsin. Milli qəhrəmanımız. Onların 12-si burada gəlib iştirak edəcəyik. Anım günləridir. Miniat Şüf rəhmətə getdikləri gündür. Nizami döyüşdə vurulmuşdu. Həm həkim idi, həm döyüşçüydü. Burada tarix deyib, ayrı seçkilik eləmək olmaz ki, bu birincidir, bu beşincidir. Bəli. Şəhidlər tarixi bir şəxsiyyətdirlər, tarixə qovuşanlardılar. Onların ölümü 5 gün tez, 5 gün geç, heç bir şeyi dəyişdirmir, heç nəyə dəlalət eləmir. Burada yalnız mən ümumiləşdirib Allahverdi haqqında demək istəyirəm ki, Allahverdi Bağırov, mən şəxsən öz fikrimi deyirəm və fikrimdə də israrlıyam və bunu sübut eləməyə də çox böyük argument və yaxud institut qutarmaq lazım deyil. Allahverdi Bağırov Azərbaycan hərb tarixinin ən böyük sərkərdələrindən biridir. Allahverdi Bağırov hərbiçi deyildi.
idmançı olub da Allahverdi Bağırov. Amma zaman şərait onu böyük bir sərkərdə kimi yetişdirdi. Korku bilmez. Xırda bir cümlə ilə misal çəkim Dilqəmlə Şahbaz illər uzunu dünya qarışmışdı, dəyişə bilmirdilər, ala bilmirdilər, ermənilər vermirdi. Xocalı müsibətindən sonra Allahverdi Bağırov bir həftəyə 10 günə 1000-dən artıq meyda aldı. 2000-ə yaxın da diri əsirlərimizi aldı. Ermənilər təkcə gəlib bu Əsgərandakı körpünün, Əsgəran körpüsünün üstündə Vitali ilə danışıqlara girirdi. Tək başına yanında 2-3 nəfər olur da, tək başına onu deyirəm ki, yəni ordu ilə gəlmirdi, dəstə ilə gəlmirdi. Bir maşına yerləşən adam qədər, 4 nəfər, 5 nəfər. Deyirdi Vitali ilə də, indi internetdə zaten görmüsünüz nətər danışırdı. O qədər cəsur bir adam idi və ətrafında döyüşən adamlar da oruqda. O cümlədən də Ağdamın və Qarabağın digər özünü müdafiə batalyonları, döyüşçülər, yəni nə qədər ki özünü müdafiə batalyonu idi, komandirləri Allahverdi Bağırov, Fred Asif vardı, Şirin Mirzəyev vardı, Faiq Baxşəliyev vardı, Yelmar vardı, komandiri General Arşadiyev, Nadirov, Yermar Edirov və s. Və başqa rayonlarımızda da o cümlədən, yəni bir-bir hamısını sadalaya bilərəm. Sadəcə o izləyiciləri yormaq istəmirəm və o müqəddəs deyilən bir yer varsa, bu şəhidlər xiyabanıdır. İstər Ağdamdakı, istər digər rayonlardakı, kəndlərdəki, yəni ən azı ona görə ki, ən azı mən dünən Ağdamlı, Quzanlının şəhidlər xiyabanında bir tədbir idi. Orada da təklif verdim ki, həftənin bir günün, heç olmasa ayın bir günün Respublikada şəhid günü elan olunsun. Anım günü, şəhidlərin anım günü elan olunsun. Məktəblər, işçilər deyək ki, işin qoyub gələ bilmir. İşçilər də böyle lap bazar gününə salsınlar. Hamı axın eləsin, əslində hər gün olmalıdır. Məqsəd də olsun ki, insanların qan yaddaşına köçsün bu. Bilsinlər, unutmasınlar heç vaxt, zaman unudulmasın. Və ondan da başqa, yəni bayaq dediyim kimi, ömrünün yerdə qalan 50-60 ilin bizə həsr eləyən insanlara ayda bir saatımızı həsr eləyək biz. Çox gözəl olur. Ehtiramlarını saxlayaq. Onun ehtiramını saxlayaq və gələcək nəsillər, ardımızca gələn nəsillər də bu qəhrəmanlıqdan dərs alsınlar. Bax, bizim qorxu bilməz, bax, kəşfiyyatçı, bax. Bax, indi gəlin bir balaca gəzə, qısa, çox düz deyirsən, çox qısa məlumat verək. Bax, milli qəhrəman. Sən də, Məmməd müəllim, sən də vuruşmusan bu döyüşlərdə olmusan, sən də öz canını qoymusan bu yolda, sən də ola bilsin, şəhid ola bilərdin. Amma bugün bu insanların xatirəsindən danışmaq üçün sənin bir şansın var əlində. Elə bil ki, Allah Taala bunların ömrünün davamını sənə verib ki, sən bugün onları xatırlaya biləsən. Düz deyirəmmi? Nəsə yadında qalıbsa bu cavanlara, insanlara deməli... Yadımda qalan bir odur ki... Biraz yaxın gəlin, qardaşlar, biz müşahidə eləyə-eləyə. Bunlar hamısı bizim... Yadımda qalan odur ki, bu adamlar ki döyüşürdülər, bunlar əslində silahsız döyüşürdülər. Ürəkləri ilə. 5 adama bir silah düşürdü. Ondan sonra sursatları kifayət qədər deyildi. Ona görə də bunlar hər biri qəhrəmandır. Hər biri qəhrəmandırlar. Bunlar ürəkləri ilə vuruşublar. Deməli, ordumuzun yaranmadığı bir gündə, çətinliklərə baxmayaraq, bunlar sinəsini qabağa veriblər. Günüzü yatmadan, dincəlmədən, nəinki erməni quldurlarına qarşı, ümumiyyətcə imperiya qarşı döyüşürdü onlar. Bizim əziz dostumuz Əkbər müəllimin övladının bu məzarıdır, şəhid məzarıdır. Sənan qardaşımızın məzarıdır. Allah ona rəhmət eləsin. Bax, bu da milli qəhrəman elə adı veriləsi adamlardan biridir. Təqdimatı getmişdi o vaxtı. Mən burada bir söz deyim də, bu şəhidlər xiyabanında yatan və ümumiyyətlə Ağdam şəhidlərinin demək olar ki, bir 50-60%-in şəxsən tanıdığım uşaqlarda oturub yoldaşlıq elədim. Şəhərdə yaşayanları nəzərdə tuturam. Əkbər müəllimin oğlu Hacı Əkbər Rüstəmov həmişə onun haqqında bir şey deyilmir, həmişə döyüşçü, həmişə əskər. Bəli. Həm də ona gəzən şəhid deyirlər, gəzən şəhid. 3 oğlu ilə döyüşürdü, SSR çempionu idi. 2 həftədən sonra
getməli idi Avropa çempionatına, şəhid oldu. 92-ci il mayın 15-də Abdalqulaqlıda qəhrəmancasına şəhid oldu Sənan Rüstəmov. Özdə deyim sizə, 70 nəfər əskərlikdə idi müharibə başlayanda. 70 nəfər uşağı götürüb qaçmışdı, gəlmişdi Müdafiə Nazirliyinə ki, biz gedirik Qarabağda xidmətimizin davamını keçirtməyə. Onlardan da 19-u gəldilər. 19-u gəldilər, döyüşdülər, neçəsi şəhid oldu. Neçə nəfəri xilas elədi. Onlar Erməniyə paraşütlə vertolyot vurulmuşdu, döyüş samolyotu təyyarəsi vurulmuşdu. Təyyarəçilər düşmüşlər, ermənilər əsir götürmüşdü. Getdi erməniləri öldürdü Sənan təkcə. Onların sənədlərində, özlərində gətirdi. Gətirəndən sonra deməli o Lotçik deyib ki, təyyarəçi Rus idi, Şuvalyov. Deməli deyib ki, sənədlərimizi ermənilər tutan kimi almışlar, qaldırırlar. Getdi, sənədi də götürdü, qayıdıb gələndə snayperlə vurdular. Şirin Mirzəyevin qucağında rəhmətə getdi. Allah rəhmət eləsin. Qəhrəmanlığa, milli qəhrəmanlığa təqdimatı getdi, amma hardasa itdi, batdı, verilmədi. Burada bir neçə milli qəhrəmanımız var. Sən onlarla Allah əziz dostumuza başını sağ olsun deyirik. Əkbər müəllimə elə bil ki, bugün buradan xatirə salamı göndərdik. Belə oğul böyütdüyünə görə, belə oğul tərbiyə elədiyinə görə, vətənpərvər bir ovlad yetişdirdiyinə görə öz təşəkkürümüzü bildiririk. Vətən belə igidlərlə sağ qalır. German müəllim, daha nəyə təklif edirsiniz biz? Burada yəni danışsaq, gərək günlərlə burada duraq. Mən yəni həftədə bir dəfə gəlib bu Şəhidlər Xiyabanını ziyarət eləyirəm. Yəni bu indi Quzanlıda oluram, Bakıda olanda Bakıdakı Şəhidlər Xiyabanına gedirdim həftədə bir dəfə. Burada Quzanlıda oluram deyin, həftədə bir dəfə gəlirəm və burada yenə deyirəm, dostlarım var, tanışlarım var və ümumiyyətlə şəhidlər hamımızın qardaşımızdır. Bəli, əziz. Yəni şəhidi ailəsinin bürücü hesab eləməyən adam, belə sərt hərdən danışıram, o şəhidlər qürurumuzdur, nə bilim nəyimizdir, deyəndə qeyri-səmimidir. Yəni onu. Burada Qatır Məmməd dediyimiz Yaqub Rızayevin məzarı var, onun oğlu milli qəhrəman Canpolat Rızayevin qəbri var. Burada milli qəhrəman Baxşeyiş Paşayevin qəbri var. Xocalı günü Canpolat da, Baxşeyiş Paşayev də həmin gecə həlak oldular. Xocalı cəmaatını xilas eləyən günü gecəsi, 26-sı gecəsi fevralın. Ondan başqa burada dostlarım var, Əhvər var burada. Cəfər var, Məmmədov Cəfər, həm qohum muydu, həm dostu muydu. O da buradayır. Ceyhun var burada, Telman həkimin oğlu. Burada Namik var, həkim deyirdi, yatmış həkim idi, uşaq idi, 19 yaşı vardı. Biz də ona elə zarafatdan həkim deyirdik. Yəni çoxdur, bir-bir sadalamaqla, Qəribin qəbri buradadır. Nə bilim, elə hamısının, yəni hamısının haqqında da deməyə sözüm var, danışmağa sözüm var. Allah hamısına rəhmət eləsin. Gəlin də doğrudan da bu insanları yad eləyək, onlara Allahdan rəhmət diləyək. Amin. Arzu eləyək ki, bir də xalqımız, vətənimiz, yurdumuz öz cavan gənclərini şəhid vermək məcburiyyətində qalmasın. Həmişə bu torpaqda əmin-amanlıq olsun, sülh olsun. Allah prezidentimizə can sağlığı versin ki, bizim bu əmin-amanlığımızı elə bərqərar eləsin ki, əbədiyyətə qədər heç kim bu torpağa qədəm basmağa, onun bir insanına belə əl qaldırmağa cəsarət eləməsin. Sağ olun, əziz qardaşlar, bizə baxan, bizi seyr edən insanlar. Hamınıza can sağlığı arzulayıram. Bugün bu Şəhidlər Xiyabanında Ağdamın qədim şəhidləri dediyimiz o 6000 şəhidlərin bir qismi bax bu məzarlıqdadır. 6000-dən çox. İlk şəhidlər xiyabanıdır bu. Azərbaycanda ilk şəhidlər xiyabanıdır. Bəli, bax həmin o deyirdik 6000, bax o 6000-lərin nümayəndəsi bax bu Şəhidlər Xiyabanındadır. Burada hələ bəziləri də açılmayıb, yəqin ki, German, elə bir şey varmı? Var. Hələ tapılmayıb, məlum deyil. Onların sahibləri dəfn edən insanlar tapıldıqca, üzə çıxdıqca, onların da hamısı yəqin ki, bir-bir göstəriləcək. Burada bizim xanımlar var. Rəhimova Raya, Əli qızı şəhidimiz, Xocalı şəhidimizdir. Sonra başqa bir xanımımız var burada. Bura gəl, burada bir atabalı Əslində belə deyək ki, Ağdam balacadan böyüyə hamısı döyüşür. Balacadan böyüyə, bəli, Ağdam torpağı balacadan böyüyə. Ona deyirlər
Məmə yeyəndən pəpə yeyənə qədər döyüşüblər. Kürt Araz deyirdilər, Ağdamda 8 nömrəli məktəbin yanında olurdular. 4 oğlu özü döyüşürdülər, Araz özü də özü çox və igid. oğlu Ayaz şəhid oldu. O biri 3 oğlanlar, 3-ü dəlildi. Birinin qolu yaralanın müharibədə, birinin qılçı yoxdur. Hamısı Allah rəhmət etsin. O bayaq həkim dedim, Bəli, həkimin bəli. adı Namiq bu idi. Bir yaxşı uşaq idi. Elə-belə uşaq fəqir, sakit amma müharibə o şəraiti bir kitabımda da yazmışam ki, müharibəyə Sənin qədər 22 yaşında. fəqir, sakit uşaq idi. O loru dilədi, təpəsinə vur, çörəyin əlindən Bəli, aldı. bəli. Belə deyim uşaqlar müharibədə elə qəhrəmanlıqlar göstərdilər ki, Allah rəhmət eləsin. Salam aleyküm, Allah rəhmət eləsin. Bax burada Cəfərin qəbridir. Rəhmət eləsin. Məmmədov Cəfər. Ruhları şad olsun. Siz bu təzə tapmısınız yəqin bu. Ha biz tapışdım bunu Ceyləkisin qəbri budur. Bax mən bu sizə bayaqları dedim. Qardaşım 26 Xocalı qırğınında 57 təbəllüddür bu. Bəli, bəli. Con Polat'ın en birinci bastırılan bunlar o. Con Polat'ın. Bəli, Nadir Allah. Allah rəhmət eləsin. Allah Bəli. Mən bayaq qeyd elədim ki, hələ İnnsbruckda şəhidlərimiz hələ o qədərdir ki, hələ onlar aşkar olunmuyor. Hələ onlar bilinmir kimdir, hardadılar. Hamısı yoxlanacaq. Hamısı yoxlanacaq, Bu tapılacaq. qərib Allah rəhmət eləsin. Əsli Laçınlıdır. Mirinin analığı yoxdur. Mirinin analığının qardaşıdır. Hə. Hə, Mirinin elə bil ki, ögey dayısıdır da. Qərib Allah rəhmət eləsin. İgid oğlan idi. Bacı qızıdır da onu. Siz qızısınız onun. Yoldaşımdır. Yoldaşsın, yoldaşımızdır. Hə, Allah rəhmət eləsin. Allah Mənə də gəlir ki, Yox Ağdam şəhərində. gün olacaq ki, burada hamısı çıxacaq, aşkar olacaq. German, mən belə düşünürəm ki, hamısını tapacaqlar. Burada heç nə yox idi. Hə, heç nə yox idi da, itmişdi hamısı. Naməlum qəbirdir oradakı. Yaqub Rızayev, Allah rəhmət qatırla Min rəhmət. verdilər, Ala Yaqubda Bəli, verdilər. bəli. Çox böyük qəhrəmanlıqlar göstərdi. Ağdamın özünü müdafiə dəstələrinin ilk yaradıcılarından. Burada 19-cu post idi, onların ərazisi idi də, onlar müdafiə bəli. elədi. Oğlu Can Polad 130-a qədər adamı xilas elədi, axırda özün Xocalı soyqırımı. Xocalı soyqırımında 130 Xocalı sakinin Can Polad. xilas elədi, özün snayperlə vurdular. Maraqlı söhbətdir. Gəlib Yaqub Rızayevə deyiblər ki, Can Poladı vurdular, oğlunu vurdular. Allah sana sağ ol. Deyib ki, buradakı namsı mənim oğlumdur. Aparım meçidə, yuyulsun, çatsam dəfnə gələcəm, döyüş deyənsə. Çatmazam, hamı ki nətər, o da heylə. Aparın, dəfn eləyin. Görürsünüz zaman. Amma onu vuran snayperi getdi, tapdı, getdi qəbrinin üstündə, Nə diri-diri danışırsan? yandırdı. Vay, vay, vay. Yəni, batalyonun da heylə yaratmışdı. Girirdi erməni kəndinə, qabağına adam keçdi adam, heyvan keçdi heyvan. Maşın keçdi, maşın gətirirdi, onun pulu ilə batalyon yaratdı da. İlk əvvəllər vahid komandanlıq yox idi, təchizat yox idi. bəli. Batalyonu yığmaqla dölə, onu yedirtməlisən, saxlamalısan, silah sursatın almalısan. Geyimin Yəni almalısı. o yolla aldı, onun tərəfi arxadakı Baxşeyiş Paşayev çox Əhməd Avardandır, çox böyük qəhrəmandır. Böyük qəhrəmanlıq göstərdi, rota komandiri idi Yaqub Rızayevin batalyonunda. Milli qəhrəmanımızdır o da, Allah rəhmət eləsin. Yəni buradakilərin hamısının haqqında Azərbaycan xalqının milli qəhrəmanı Baxşeyiş çox Canitmət oğlu Paşayev. cavan da öldü, 56 yaşı vardı. 56 yaşında. Açdı biz yaşda bir 56 adam idi, yaşında. amma könüllü gəlmişdi, döyüşürdü. İgid qəhrəmancasına da həlak oldu. Xocalı cəmaatın xilas eləmək üçün. Cəmaət, bu gördüyünüz bu torpaqlar var. Mübariz müəllimdir, o da şəhiddir, 50 yaşında şəhid oldu. Hamısı, yəni hamısının haqqında nəsə yəni tanıdıq, tanımadıq, hamısı şəhidin, hamısı qəhrəmandır. Burada yəqin ki, German, mən belə düşünürəm ki, bu ərazidə də bizim şəhidlərimiz var. Var. Amma hələ onlar tapılmayıb, aşkar olunmayıb, üzə çıxmayıb. Onu ancaq qohumları gəldikdə hacı. Gəlib. Yəni bilirlər ki, mübarizin yanında idi bizim şəhidimizin qəbri. Hələ gəldikcə tapılır. O arada mütləq qəbir var. Deyirəm burada gəzirik, burada qəbir var. Hə, hamısı. Buralar çox idi burada qəbirlər. Bura 41-45-in abidəsi burada Burada yaranmışdı. Sonra da deməli şəhidlər olanda ta elə buranın şəhidlər xiyabanı kimi nəzərdə saxladılar. Elə Bu məzar şəhidlərimiz hacı, burada dəfn olundu. buradakı məzar. Əmirin qəbridir. Allah verdi. Ağırovun şübhüsüydü. Həmin gün Allah verdi ilə eyni gündə miniyə düşüb şəhid olan oğlandı bu da.
Min rəhmət, min rəhmət. 92-ci il iyun ayının 12-sində. Min rəhmət. Allah rəhmət eləsin hamısına. Əziz dostlar, bizim bu şəhidlər xiyabanında saatlarla gəzib dolaşmaq olar. Burada canı bizim üçün fəda edən insanların xatirəsini saatlarla anmaq olar. Və bugün bu şəhidlər xiyabanında görürsünüz ki, insanlar buraya gəlirlər, gedirlər və yad eləyirlər və bir daha bizə sübut eləyirlər ki, şəhidlər ölmür, vətən bölünmür. Eşq olsun Azərbaycan torpağına, min rəhmət onun şəhidlərinə, yaşasın onun qaziləri, yaşasın Azərbaycan dövləti, Azərbaycan bayrağı daha da ucalara yüksəlsin. Və hamımız bunu istəyirik ki, bu torpağımız əbədi olaraq azad olsun və həmişə bu torpağın üzərində bax, mavi sama olsun. Ali Baş Komandanın dəmir yumruğu Bəli, həmişə bəli. yüksəklərdə olsun. Başın qaldıranın başını elə bir yumruq Əhsən, çox sağ ol. Heç Çox kəs sağ ol. ürək eləyib başını Çox sağ qaldıra olun. bilməsin. Əzizlərim, mən bugün Şəhidlər Xiyabanından hazırladığım reportajı başa çatdırıram. Hamınıza can sağlığı arzulayıram. Allah vətənimizin başı üzərindəki bulutları əbədi olaraq yox eləsin, yaşasın azadlığımız. Çox sağ olun.